Səadət nə demək? Bu sualla mən özümü çox yordum. Tapa bilmədim. Səadət nə demək? Bir tələbəykən məktəbi axıra vurmaqdır dedim. Məktəbi bitirdim. İşə də girdim. Səadət bu mudur? Yox, bu deyilmiş. Böyük dahiləri oxuyub gördüm, çoxları sevgini səadət bilmiş. Sevdim. Gecə gündüz yandım şam kimi. İstirab, göz yaşı, min qan, min qada. Tapmadım yenə də səadətimi. Eşqin istirabları şirin olsa da. Evləndim, həsrətə son qoymaq üçün. Qurtardı o şirin istirablar da. İndi də qayğılar artdı günbəgün. Dedim, ay səadət, hardasan, harda? Səadət üfüqmüş, əl çatmaz ona. Aydın görünsə də o bizə gendən, arzular sığışmır onun yoluna. Səndən uzaqlaşır yeridikcə sən. Seyr edib yaxına, gah da uzağı, biraz seçə bildim qaranağdan. Yaxşı görmək üçün uca bir dağı, gərək sən baxasan ona uzaqdan. Mən uşaq olanda elə bilirdim, bahalı oyuncaq xoşbəxtlik imiş. Böyüdüm, anladım insanın özü dünyanın əlində oyuncaq imiş. Mən uşaq olanda elə bilirdim, hamı xeyirxahdır, hamı yaxşıdır. İndi dost görürəm, min dona girir. Vallah düşmən olsa ondan yaxşıdır. Mən uşaq olanda elə bilirdim, qışda soyuq olur, buz kəsir ocaq. Sən demə ən isti sevgi qayğıdır. Sevgi olmayanda üşüdür ancaq. Mən uşaq olanda həyat gözümdə ən xırda baxış da böyük dəyərdi. İndi anlayıram, sən demə həyat, dəyər vermədinsə, nöqtə qədərdir.